Değerli şagirdler, bugün sizler için OTK'nın 23 noyabr 2025-ci ildə keçiriləcək sınav imtahanının mövzularını yazmışıq. Bunları sizlə paylaşıram. 9 sizlər üçün riyaziyyatdan natural ədədlər, adi və onluq kəsrlər, çoxluqlar, faiz nisbət təmasüd, həqiqi ədədlər, yəni həm rasional, həm irrasional ədədlər, sonra modul daxili dəyişənlərin ifadələr, yəni bunlardan düşəcək. Rasional ifadələr, bilhədli, çox hədlərin qruplara ayrılması. Həndəsədən isə həndəsən əsas anlayışları, üçbucaqlar və çevrə mövzuları imtahanda düşəcək. İngilis dili üçün də imtahan başlıqlarını bura qeyd etmişəm. Videonu saxlayıb baxa bilərsiniz adlarına. Eyni zamanda həm də Azərbaycan dilində mövzu adlarını qeyd etmişəm sizlər üçün daha rahat olsun deyə baxıb faydalana bilərsiniz. Hər birisi imtahanda uğurlar. Değerli şagirdlər, bugün sizlər üçün OTK'nın 23 noyabr 2025-ci ildə keçiriləcək sınav imtahanının mövzularını yazmışıq. Bunları sizlə paylaşıram. 9 sizlər üçün riyaziyyatdan natural ədədlər, adi və onluq kəsrlər, çoxluqlar, faiz nisbət təmasüd, həqiqi ədədlər, yəni həm rasional, həm irrasional ədədlər, sonra modul daxili dəyişənlərin ifadələr, yəni bunlardan düşəcək. Rasional ifadələr, bilhədli, çox hədlərin qruplara ayrılması. Həndəsədən isə həndəsən əsas anlayışları, üçbucaqlar və çevrə mövzuları imtahanda düşəcək. İngilis dili üçün də imtahan başlıqlarını bura qeyd etmişəm. Videonu saxlayıb baxa bilərsiniz adlarına. Eyni zamanda həm də Azərbaycan dilində mövzu adlarını qeyd etmişəm sizlər üçün daha rahat olsun deyə baxıb faydalana bilərsiniz. Hər birisi imtahanda uğurlar.